eşitdik ki akşam saat 4-dən 5-də dolardı. Dedilər kanal yarılıb. Təhlükə ola bilər, Mallışıqlı, Ərəbşax verdi, Müskürlü, harada çox kəndlər vardı, bizi qabağa getdik. Evlər apara bilər. Bizdə qobu deyirlər, indi o yəni kanalizasiya kanaldır. O su da gedir, vurur Mallışıqlını, Müskürünü. Böyük təhlükə var. Həqiqi təhlükəli deyib. Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf ərazilərə yayılıb. Hadisə rayonun Şəhadət Qarabağlılar kəndi ərazisindən keçən kanalın bir hissəsində qeydə alınıb. Qeyd edək ki, əraziyə aidiyyəti qurumlarının əməkdaşları cəlb olunub. Su sızması qısa müddət ərzində təxminən 10 metrədək uçqunu genişləndirib. Kanalın yarılması nəticəsində su yaxınlarda yerləşən və yerli sakinlərin qobu adlandırdığı dərin çökəkliyə doğru axır. Onun hardasa elə bilincə minimum aşağısı 5 metr enində partlayıb. Mən özümün gözümün qabağında da gördüm partlamanı. Çox su axırdı, indi alındı qarşısı. O gürültü adamı belə vahimə basır. Onun prosta gördük, burada cəmaət çoxdur, maşın çoxdur. Getdik gördük ki, yarılıb da gedir ağza aşağı su. Çox su axırdı. Çox, hədsiz çox su axırdı. Neçə metr? Hardasa bir metr su azalıb, kanaldan 1 metr azalıb, o ora axırdı. Həmən qobuya, qobu deyilən yerə. O da Müskürdünü, getdin ağza aşağı, Mallışıqlını yadı, çox tutur da. Təhlükə əsas oralıqdadır. Şimdi çiftdə dedilər balaca ağ partlayıb, yoldu, xeyli yer açıldı. Yekə bir ağacı tulladılar onun qabağını, sırası götürdü, getdi. Yox, o da texnika gətirdilər, beton gətirdilər, qabağını aldılar da, xeyli qabağını alıblar. Su axının qarşısının alınması və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlarının nümayəndələri hadisə yerində xidmət aparırlar. İşlər yekunlaşdıqdan sonra kanalın normal vəziyyətdə bərpa olunacağı gözlənilir. Sızmadan baş verib. Sızmadan baş verib, görürsünüz kimi bu damma sağ sahildədir. Sağ sahildə də həmişə həm insanlar hərəkət edir, həm də maşınlar hərəkət edir. 30 metr dammanın eni var. Amma alt hissədə, görünməyən hissədə çay yatağı olduğuna görə bilinməyibdir. Bu su baş verib. Təxminən 10 metr məsafədə dağıntı var. Amma bu su azalandan sonra yavaş-yavaş baş veribdir. İndi tərəfimizdən dağılma gedir, maşınlar, texnikalar, torpaq daşıyır. Material daşınır. Gün bu axşam yoluna qoyulacaq. İşte bərpa olunacaq kanal inşallah. Təxminən başdan 30 kub su götürülüb. Zubrosa 20 kuba yaxın su tutulanıb. Hal-hazırda bu ərazidə 15-18 kub su var. Bu düşən sarı su qovusu deyilən kollektora axıdır su, düşüb su. Həmin ərazidə də elə bir kənd ərazi, canlı yaşayış yeri yoxdur. Nizami Rəsulov, Aqil Əsədov, Əlibala Əsgərov, xüsusi olaraq Dinas TV üçün.